Bəli, bəli. İndi də təzə pan-türkistlər peyda olub. Mən Kərim Əsgəroğlu nəzərdə tuturam. Sakit olun. Balam, bəsdir. Bu bədbəxt millətə dədə-baba axtardınız. Bəsdir. Bəsdir, bu yazıq milləti Türkün quyruğuna bağladınız. İndi də bu dərd düşüb. Hər yerindən duran delitant hər yerdə Türkün izini axtarır. Cəsarətiniz, kişiliyiniz olsun. Bir dəfəlik elmi həqiqəti qəbul edin. Düzdür. O vaxt 11-ci əsrə qədər burada Türklər olmayıb. Yoxsa biri bir daşın üstündəki ilan qurbağanı istədiyi kimi yozur. Kərimin də bu işə qurşanması heç də təsadüfi deyil. Elə nəsillikcən pan-türküstürlər. Atası rəhmətli əskər də ömrünü bu yolda qoymuşdu və cəzasını da vaxtında almışdı. Yaxanı kənara çəkə bilməyəcəksən əskər. Dədə Qorqudu Azərbaycanda ən çox təbliğ eləyən sən əskər deyildinmi? Kişiliyin, cəsarətin olsun, qalx, günahlarını boynuna al. Özün de. Bu dastanın bizim nə dəxli var? Bəyən bizim dədə-babalarımız at əti yiyib, qımız içiblər. Sən bu sərsən fikirləri Türkiyədən buraya getirən. Görün orada başını yaxşı doldurublar. Məqaləndə 3 dəfə. O nədir, Rifətin adını çəkirsən? 7 dəfə. Özüm saymışam, 7 dəfə. Köprünün qarşısında dik çökürsən. 8 dəfə Olxan Şaiqə təzim edirsən. Mən ancaq o alimlərə istinad etmişəm. Get haradan os verirsən ver. Mən fəxr edirəm. Fəxr edirəm ki, sənin kimi xalq düşmənlərinin maskasını yırtıb, ifşa etmişəm, ifşa edirəm, ifşa edəcəyəm. Efendim. Çay, simit. Yo, teşekkür ederim. Yaxşı. Deməli konferans barədə hər şey aydındır. Danışdıq. Məruzən 20 dəqiqə. 20 dəqiqə axı nə demək olar ay Sədiyar? Əzizim, konferansın reglamenti belədir. Yığcam yalnız əsas məsələ. Təkcə Türkiyədən 3 məruzəçi var. Yaxşı, başa düşürəm. Amma 20 dəqiqə belə vacib mövzunu necə açasan, əsaslandırasan, sübut eləyəsən. Heç kəsə heç nəyi sübut eləmək lazım deyil. İndi ayrı zamanadır Kərim müəllim, ayrı zamana. Nə bilim valla. 20 dəqiqə axı nə demək olar? Olar. İstəsən hər şey olar. Hə, yaxşı yadıma düşdü. Sabah konferansdan sonra Türkləri nahara aparacağım. Özü yaxşı yaparsan, səni də dəvət eləyərəm. Davay. Şahane bir konuşma yaptınız Kerim Bey. Şerefe. Çok teşekkürler Beyce Hanım. Sağ olun. Sizi bir kez daha kutlarım Kerim Bey. Bu Türkolojide yeni bir sayfa. Evet, mutlu oldum. Şerefinize efendim. Çok sağ olun Erol Bey, çok razıyım. Şerefinize Kerim Bey. Pek memnun oldum tanıştığımıza. Sağ olun. Şerefinize. Sağ olun, çok razıyım, sağ olun. Sağ olun Kerim Bey'im. Kapitamız sizinle fəxr eləyir. Biz hamımız sizi çok isteyirik. Gördün? Sağ ol. Deyirdin 20 dəqiqə azdı. 20 dəqiqəyə gör nə qan eləmişsən. Sağ ol. Təbriklər və sürəkli alqışlar. Sağ ol, brat. Sağ ol. Sağ olun. Sağ olun. Kulak başı tozalar, üstü dolu kızalar. Ey desmalın götür, ben götürsem söz olar. Kulak başı tozalar, Rica ederim, Bəhcə xanım. Çok rahat edelim. Değil mi? Ey desmalın götür, ben götürsem söz olar. Bu qala daşlı qala, çıngıllı daşlı qala. Korkuram gelmeyesen, gözlerim yaşlı qala. Bu qala daşlı qala, çıngıllı daşlı qala. Korkuram gelmeyesen, gözlerim yaşlı qala. Siz de Şuşanlı mısınız Kerim Bey? Anam Şuşalıydı. Benim de uşaqlığım, yani çocukluğum. Tabii. Şuşada geçti. Doğrudur ki Ankara'da Türkoloji Kongresi olacak. 3 həftədən sonra. Nədir ki? Ben de gitmek isterdim. Nə danışırsan?
Yadındadır Beyci xanım məni universitetlərinə dəvət eləmişdi. Fevralda sənədlərimi göndərmişəm, amma hələ heç bir səs soraq yoxdur. Gərək hər şey qaydasında olsun. Axı özləri dəvət eləmişdilər, Beyci xanım özü. Telefonla zəng eləyə bilmədim. Odur ki, xahiş eləyirəm, əgər mümkündürsə, məni də sal o kongresə. Gedim elə orada, yerində hər şeyi həll edeyim. Senden biraz evvel Çopur Cabbar gelmişti. O da Türkiye'ye gitmek istiyor. Çopur Cabbar. Heç sözüm yoxdur valla. Bir vaxt bizi, atamı da, məni də ifşa eləyirdi ki, biz türkpərəstik. İndi özü nə yaman türkbaz olub? Olmaz axı. Olmaz ki, Türkiye'nin cəfasını biri çəksin, səfasını başqası. Yaxşı, əsəbləşmə. Kim de onu Türkiye yapar? Bəs 3 ay bundan qabaq necə getdi? Kimə lazımdır rüşvətini verəcək? Yani değilse bana rüşvet verecek. Sənə niyə? Rüşvət alan, rüşvət verməyə də adam tapar. Ha, haberin var o nece rüşvet alır üniversitede. Desem inanmazsa. İmtihan bir yana dursun. Zaçota da alır, zalim oğlu. Deyir, zaçot qabağı, sigareti koyur qabağına. Uşaqlar, kimdə spiçka var, deyir tələbələrə. Bunlar da arifdirlər də. 5-10 dollar koyurlar kibrit kutusunun içine, uzadırlar Cabbara. Deməli bizim elmimizi Türkiyədə beləsi təmsil eləyəcək. Eşkesi temsilzad eləməyəcək. Qədirimi bilməzsən. Sen gelmemişten evvel özüm salmıştım seni siyahıya. Allah eləsin yukarılarda pozu biləməsinlər. İkimiz giderik. İki kardeş. Yadında da şişeye gitmeyimiz. Ey gidi dünya. Gider Ankara'ya, biraz başımızı katarıq. Tak işte, gitme Erzan hazıra. Ne tez geldin? Tez niyə olur? Saat 11'dir. Hiç bilmezdim Erol Bey seni böyle tez bıraka. Dedim indi musiki dinleyirsiniz, içi bağlaşırsınız. Musiqi də dinlədi işdikdə, amma ağlamadı. Ha? Издалека долго, чуть река Волга. Ой, извините. Görürəm sən də burada vaxtı pis keçirmirsən. Bırak. Koymazsa kasıbçılığımız eləyək. Yaxşı Sədiyar, mən axı İstanbula getmək istəyirəm. Özün bilirsən ki, mənim üçün vacib məsələdir. Sabah gecə avtobusla qayıdaram. Əlbəttə mütləq get. Lap bir gün artıq da qala bilərsən. Bakıya hələ 3 gündən sonra gediriklər. Çatarsa. Yox, sabah gecə qayıdacam. Bax da özün bil. Ama tələsmə. İstanbul'u da gəzəməlli başdı. İstanbul fıskırıq şəhərdir. Вот и Наташа Ханым. Да не Наташа меня зовут. Надя, говорю тебе, Надежда. Здравствуйте. Здравствуйте. Надежда и Наташа совершенно разные имена. Понимаешь? Надежда еще лучше. Надежда всегда хорошо. Будем надеяться. Надежда Ханым наша соотечественница. Вернее, бывшая соотечественница бывшего Советского Союза. Кстати, ты гражданка сейчас какого государства? Россия или Украина? А я гражданка мира. Где хорошо, там и родина. Байсал, правильно. Так, выпьем за тебя, за Надежду Ханым. Ой, я сейчас стакан принесу. Вы не беспокойтесь, я не буду пить. Necədir? Nə baxırsan? Mən ölüm, bəsdir də müsbət Sovet adamı oldun. Hə, Sovet hökuməti də çezdi, onun müsbət adamı da. 5 günlük dünyadır. Bilmirsən sabah başına gələcək. Вы что же не хотите за меня выпить? Как не хочешь, да? Как не хочешь? Очень хочешь. Sədiyar. Yaxşı, vurdu. Tak. За Наташа Ханым, за Надежда Ханым. Она все-таки своя есть своя, да. Будь здорова, дорогая, за тебя. Xüsusilə Bosforun sahilini çox sevirdim. Türklər Bosfora Boğaziçi deyirlər. Su gömgöy, ağappaq gəmilər, balaca qayıqlar. Bəzən elə gün olurdu 2 dəfə çıxırdım sahilə. Bir sübh o başdan, bir də dərslərdən sonra, axşam.
Allah qoysa sən də gidib görərsən. Yaxşı, işləmək lazımdır. Amma onların bu uzun havalarına heç alışa bilmədim. Mənə elə gəlirdi ki, mən İstanbul'a gələndə bu havanı oxumağa başlamışdılar. 2 il təhsil alıb, Bakıya qaydanda hələ də qurtarmaq bilmirdilər. Ağıllı balam, nə tez böyüdün sən. Olar. Merhaba Beyci Hanım. Tanımadınız. Aa, Kerim Bey. Buyurun. Hoş bulduk Kerim Bey. Ne zaman geldiniz? 3 gün bundan qabaq Ankara'ya kongrese geldim. Size telefon elədim oradan ama tapa bilmedim. Dedim gedim özüm şəxsən görüşüm. Bunu size getirdim. Azerbaycan'dan kiçik bir yadigar. Zahmet çektiniz Kerim Bey. Buna lüzum yok. Bir hafta önce Bakü'den bana aynen böyle bir halı getirdiler. Alın bunu lütfen. Belki başka bir tanıdığınıza ikram ediyorsunuz. Yadigarı qaytarmazlar Behice Hanım. Ankara'da soruştum. Dediler ki senetlerimi siz göndermelisiniz. Ama hele gelmeyin. Almayıplar. Bir şey alamazlar ki. Çok üzgünüm. Ama biz bu göreve başka bir öğretmeni davet ettik. Benim yerime. Yer sizin değildi ki. Bu yıl başka bir uzmanı davet etmeyi düşündük. Bakıda siz özünüz mənə təklif etmişdiniz. Mən də bu təklifə əsasən bütün planlarımı qurdum. Çok üzgünüm. Bu arada bir irtibatımız olmadı. Resmi anlaşmamız, plan da yoktu. Bir de açıkçası istenirse, ben Bakü'de size teklif ettiğim zaman sizin önerime karşı bir o kadar da ilgi göstermediğinizi duydum. Oysa sizin hemşerileriniz çalışmak için çok büyük memnuniyetle bize geliyorlar. Cabbar. Evet, Cabbar Bey'in kitabıdır. Okudunuz mu? Çok ilginç bir eser. Hatta ben derdim aşırı bir Türkiye hayranlığı var bu eserde. Renan toyunu görmək mənə qismət değilmiş. Yazık balam. Bu ne day Allah? Deli olaram nedir? Aman Tanrım bildim. Her şeyi başa düştüm. Bu otağa benim kimi uğursuz insanlar ölmeye gelirler. Ölmeye məhkum olmuş adamlar özleri de bilmeden öz ayaklarıyla gelip çıkırmış bura.
Allah.